Sabahınız xeyirli olsun. Bugünkü mövzumuz uşaqlar duzların hidrolizi, hidroliz dərəcəsi və hidrolizə təsir edən amillərdir. Gəlin görək hidroliz sözünün mənası nə deməkdir? Hidroliz su, lizis parçalanma deməkdir. Biz bugün ancaq sizlə normal duzların suda həll olan duzların hidroliz haqqında öyrənəcəyik. Yadda saxlayın, çöküntü duzlar hidroliz eləmir. Hansı duzlar çöküntüdür? Xlorun duzlarından gümüş xlor, quruşun xlor 2 hidroliz etmir. Sulfat duzlarından kalsiyum SO4, baryum SO4, gümüş 1 sulfat, qurğuşun SO4, stronsiyum SO4, karbonatın, silikatın, bax belə yadımıza saxlayaq, ortofosfatın, sulfidin və s. kimi duzlarından ancaq natrium, kalium, amonium həll ola bilir. Qalan duzlar isə çöküntüdür və hidrolizə uğramırlar. Bəs natriumun, kaliumun, amoniumun, nitratın, eyni zamanda asetatların duzların içində çöküntülər yoxdur. Bu duzların bir qismindən çoxsu hidroliz edə bilərlər. Hansı duzlar bir də hidroliz etmir? Hər iki tərəfi qüvvətli olan duzlar. Məsəl üçün, hər iki tərəfi qüvvətli olan duzlara misal kimi nə deyə bilərik? Natrium NO3 gördünüz, hər iki tərəf qüvvətlidir. Qüvvətli əsas qüvvətli turşudan əmələ gəlibdir. Natrium 2 SO4 qüvvətli əsas qüvvətli turşu. Daha sonra kalium xlor qüvvətli əsas qüvvətli turşudan əmələ gəlmiş duzdur. Hər iki tərəfi qüvvətli olan duzlar isə hidroliz eləmir. Normal duzların tərkibində H və OH ionlarının olmasına baxmayaraq, onların üstə məhlulları qələvi, turş və neytral ola bilər. Biz bunu nəylə izah eləyəcəyik? Baxın, qələvi mühit yarada bilərlər duzlar, turş mühit yarada bilərlər duzlar, bir də neytral mühit yarada bilərlər. Bax, diqqətli olun. Uşaqlar, hidro sözünün mənası su, lizis sözünün mənası isə parçalanma deməkdir. Duzların hidroliz etməsi onların tərkibində daxil olan kation və anionun, başqa sözlərin, duzların neytrallaşma reaksiyasının məhsulu kimi baxsaq, onlara əmələ gətirən turşu və əsasların təbiətinə baxmalıyıq. Turşunun güclü və zəif olduğunu, əsasın güclü və zəif olduğunu nəzərdən keçirməliyik. Məsələn, güclü turşularımız hansı turşular sayılacaq burada? H-xlor, H-brom, H2SO4, H-xlor O4, H-yod, nitrat və s. turşuları, hansı turşuları zəif sayacaq? H2S, H2 silisium O3, sirkə turşusu, qarışqa turşusunu, sonra H2CO3, nitrit turşusunu və s. kimi biz zəif qəbul edəcəyik. Bəs hansı əsaslar güclü əsaslar kimi qəbul edirik? Birinci qrup A-da yerləşənlər, litium OH, natrium OH, kalium OH, rubidium OH, sezium OH, sonra kalsiyum OH2, eyni zamanda baryum OH2, eyni zamanda stronsiyum OH2 və s. Hansı əsaslar biz zəif əsaslar sayırıq? NH4OH, sink OH-dan 2 dəfə, dəmir OH2, dəmir OH3 və s. və ilaxır. Bax, bunları biləndən sonra inanın ki, sizin işiniz çox rahat və çox sakit bir tempdə gedəcək. Uşaqlar, deməli, yadda saxlayın, hidroliz edən amilləri tapmaq üçün duzun bir tərəfi mütləq zəif olmalıdır. Duzun bir tərəfi zəif olduğu anda duz hidroliz edir. Hər iki tərəfi qüvvətli olan duzlar isə hidroliz etmir. İndi sizə nə deyirəm? Hidroliz reaksiyasının baş verməsi üçün duzun tərkibinə daxil olan kation və anion, yaxud onlardan hər ikisi su ilə qarşılıqlı təsirli olaraq zəif elektrolidə mütləq çevrilməlidir. Zəif elektrolid yaranmırsa, o duz hidroliz eləmir. Kation su ilə qarşılıqlı təsirli olaraq zəif elektrolidə çevrilərsə, duz kationa görə, anion su ilə qarşılıqlı təsirli olaraq zəif elektrolidə çevrilərsə, duz aniona görə, kation və anion hər ikisi su ilə qarşılıqlı təsirli olub zəif elektrolidə çevrilərsə, həm kationa, həm aniona görə hidroliz edir. Hidroliz reaksiyalarının molekulyar, tam iyon, qısa iyon tənliklərini yazırıq və təbiətinə görə duzları 4 qrupa bölünür. Birinci bölünən qrup hansıdır?
qüvvətli turşu, üstəgələk qüvvətli əsas. Əmələ gələn duzlar. Bu duzlar hidroliz uğramır, mühiti neytraldır, lakmusun rəngini dəyişmir. Məsələn, natrium 2 SO4, kalium NO3, barium, xlor 2 və s. İkinci, qüvvətli turşu, üstəgələk zəif əsas. Məsələn, mis, xlor 2, amonyum nitrat, amonyum sulfat, dəmir SO4. Üçüncü, zəif turşu, qüvvətli əsas. Zəif turşu, qüvvətli əsas hansılardır? Gəlin biz sizlə buna diqqətli baxaq. Natrium 2CO3, natrium 2 SO3, kalium 2 silisium O3. Bəs zəif əsas, zəif turş hansıdır? Məsələn, amonyum nitrit, amonyum sulfit, sirkə turşusunun amonyum duzu və s. misal göstərə bilərik. Hansılar hidroliz eləmir? Hidroliz eləmir hər iki tərəfi qüvvətli olanlar. Hər bir tərəfi zəif olan və iki tərəfi zəif olanlar çox yaxşı hidroliz eləyir. Hətta iki tərəfi zəif olan hidroliz etməsi daha qüvvətlidir. Mis xlor 2-də mühit turşdur. İndi mən onu sizə izah mühit turş olduğu üçün hidroliz kationa görə gedir. H iyonları OH iyonlarından çoxdur. Məsələn, və mühit məhlulun rəngi qızarır və ya amonyum nitrat mühit turşdur. Duz hidroliz edir. Kationa görə hidroliz eləyir. H iyonları OH iyonlarından çoxdur. Lakmusun rəngi qızarır. Baxdıq digər tərəfdən qüvvətli turşu zəif əsasa. Natrium 2CO3 məhlul hidroliz, duz hidroliz edir. Hidroliz anyona görə gedir. OH iyonların sayı OH iyonların sayından çoxdur. Lakmusun rəngi göyərir. Və ya da kalium silikat mühit hidroliz edir. Hidroliz kation anyona görə gedir. OH iyonların sayı H iyonlarının sayından böyükdür. Mühit qərəbi rəngə çevrilir. Lakmus qızarır. Hər iki tərəfi zəif olanlar hidroliz edir. Həm kationa görə, həm anyona görə. Mühit neytraldır. İndi isə biz sizlə baxırıq. Birinci, mühiti qələbə olan duzlara. Duzlar bir neçə mərhələdə hidroliz eləyə bilər. Məsəl üçün, natrium NO2, CH3, CH3, COO, natrium, kalium, NO2. Belə. İkinci mərhələni götürüm özümdən. Natrium 2, CO3, kalium 2, silisium O3. 3 mərhələdə gedəli misal deyim. Kalium 3, PO4. Baxın, mühiti mən sizə bu dəqiqə qərəvi mühitdən danışıram. Bu duz hidroliz eləyir və hidroliz eləyən zamanı bir mərhələdə baş verir. Onun hidroliz eləməsi mərhələsi müəyyən eləmək istəyirsinizsə, siz həmin anda mütləq nəyə fikir verməlisiniz? Hidroliz eləyən duzun tərkibinə daxil olan anyonun sayına, valentinə, to ist valentinə. Anyonun valenti 1-dirsə, bu duz bir mərhələdə hidroliz eləyir. Baxın, bu duz 2 mərhələdə hidroliz eləyir. Bu da 2 mərhələdə hidroliz eləyir. Amma bu duz bir mərhələdə. Kalium 3 PO4 isə 3 mərhələdə hidroliz eləyir. İndi isə gəlin hidrolizin mərhələlərinə diqqətlə hamımız baxaq. Məsəl üçün, mən sizə göstərmək istəyirəm natrium 2S duzunun hidrolizini. Natrium 2S duzunun hidrolizi 2 mərhələdə baş verir. Gəlin baxaq. Birinci mərhələ. Hidroliz birinci mərhələdə dönəndir. Və hidroliz oksidləşmə, reduksiya reaksiyası deyil. Bunu yadınızda saxlayın. Hidrolizin
qüvvətləndirən amillər var, bir də onu zəiflədən amillər var. Onların hamısı mən sizə izah eləyəcəm. Baxın, natrium 2S üstəgələ su. Mən qıraqda bunu yazıram. Natrium S üstəgələ su. Yadda saxlayın. Mühit qələvi olduğuna görə birinci buradan qələvi çıxır. Yəni natrium OH çıxır. Üstəgələ yerdə nə qaldı? Natrium H və S. Deməli, mühiti qələvi olan duzların hidrolizin ilk birinci mərhələsində nə əmələ gəlir? Qələvi və turş duz gördüyünüz kimi. Bu bizim birinci mərhələnin A bəndidir. Keçdik tam iyonuna. 2 natrium üstəgələ S suya dəymirəm. Natrium müsbət OH mənfi, natrium müsbət HS mənfi. Baxın, natriumlar getdi. Mənim C bəndim qısa yöntəmliyim gəldi. S2 mənfi, üstəgələ su, OH mənfi, HS mənfi. Mühit qələvidir. Hidroliz dönən prosesdir. Fikir verin, mən buna artıq dönən prosesləri qoyuram. Dönən prosesdir. Və hidroliz anyona görə getdi və mühit qələvidir. OH ionları H ionlarından böyükdür. Lakmusun rəngi qızarır. Keçdik bizim ikinci mərhələmizə. İkinci mərhələmiz isə bizə nə deyir? İkinci mərhələmiz budur. İkinci mərhələmizdə natrium H duzu yenidən hidroliz edir. Hidroliz bizə dönən prosesdir və mərhələli baş verir. Bir mərhələdə də ola bilər, 2 və ya 3 mərhələdə baş verə bilər. Bunu bu cürə yazın. Natrium plus HS, suyu da bu cürə yazın. Natriumdan OH getdi və yerdə nə qaldı? H2S. Bayaq mən sizə bir söz dedim ki, zəif elektron yarandığı anda hidroliz dayanır. Və biz baxırıq ki, buradan, diqqətlə baxın, burada duz nəyə görə hidroliz edir? Anyona görə hidroliz edir. Və anyona görə anyon su ilə qarşılıqlı təsirdə olaraq zəif elektrolitə çevrilir. Duz çevrilir və bu zaman biz hidrolizi tamamlamış oluruq. Baxın, natrium, üstəgələ HS, üstəgələ su, natrium plus OH plus H2S-ə dəymirik. Natriumlar getdi. HS, su, alınır OH, H2S. Baxın, zəif elektrolit yarandı. Anyona görə hidroliz, mühitdə OH ionları qaldı. Hidroliz anyona görə getdi. Lakmusun rəngi göyərdi. Bağışlayın, göyərdi. Bir sözlə, baxın, mühit qələvi olanda, bu duzun hidrolizi nəticəsində sizin necə bir duzunuz yarandı? Sizin turş duzunuz yarandı. Mühit qələvidir. Lakmus göyərdi, hidroliz anyona görə getdi. OH ionları H ionlarından böyükdür. Uşaqlar, hidrolizi qüvvətləndirən və zəiflədən amillər var. Əgər suya əlavə edəriksə, hidroliz prosesi sağa yönələrək qüvvətlənir. Əgər mən hidrolizə öz mühitini yaradan mühit natrium OH əlavə edirəmsə, hidroliz sola yönəlir və hidroliz prosesi zəifləyir. Temperatur artdıqda duzların hidrolizi qüvvətləndirir. Buna səbəb temperaturun təsirli endotermik prosesdə olan suyun dissosiasiyasının qüvvətlənməsidir. Məhlul soyutduqda isə hidroliz zəifləyir. Bir qayda olaraq məhlulun qatılıqlarını artırdıqda duzların hidrolizi zəifləyir. Ümumiyyətlə, qatılıq hidroliz ilə tərs asılıdır. Deməli, normal duzların hidrolizini qüvvətləndirmək üçün eyni zamanda qatılığı azaltmaq və temperaturu artırmaq lazımdır. Hidroliz nəticəsində turş mühit yarandıqda məhlula turşu, əsasi mühit yarandıqda məhlula qələvi əlavə edərəmsə, hidroliz zəifləyər. Deməli, duzun hidrolizini zəiflətmə və qarşısını almaq üçün məhlula mühiti yaradan maddəni, müvafiq turşu və ya qələvini əlavə etmək lazımdır. Məsələn, natrium 2S mühiti zəiflətmək üçün natrium OH-ı tökürəm, ferrum xlor 3-də mühiti zəiflətmək üçün H xloru əlavə edirəm və beləliklə mən hidrolizi zəiflətmiş oluram. Keçdik sizlə ikinci mühiti turş olan prosesə. Gəlin baxaq. Mis NO3-dən 2 dəfə duzunan mühit turşdur. Lakmusun rəngi
deməli qızarır, hidroliz kationa görə gedir. Mis NO3-dən, heç mən bunu demədim sizə. Tuş mühitdə olan duzlarda mərhələli gedir. Məsələn, gümüş NO3, NH4 xlor, NH4 NO3. Bu duzlarda hidroliz baxdıqda kationun valentinə baxırıq. Kationun valenti 1 olduqda mühit mərhələsiz bir mərhələdə hidroliz eləyir. İkinci, mis xlor 2, mis NO3-dən 2 dəfə, sink SO4. Bunlar 2 mərhələdə gedir. Bu zaman duzların kationu yaradan duzların kationun mərhələlərinə baxıram. Keçdim 3-cü prosesə. Alüminium xlor 3. Məsələn, diqqətlə baxırıq və yaxud da başqa bir misal götürək. Ferrum NO3-dən 3 dəfə 3 mərhələdə hidroliz eləyir. Bu mərhələni müəyyən eləmək istəyirsinizsə, siz bu zaman həmin kationun valentlərinə baxmalısınız. Kationların valenti bizə hidrolizin mərhələsini göstərir. Biz sizlə başlayaq miski nitrat duzun hidrolizinə. Mühit tuşdursa, oradan əsasi duz alınır. Mühitin hidrolizindən əsasi duz alınır. Məsələn, mis NO3, NO3. Üstünə su gəlirəm. Yadda saxlayın, mühit turşu olduğuna görə birinci turşu çıxır. Üstünə su gəlirik, birinci turşu çıxır, su. HNO3. Üstə gələk, yerdə nə qaldı? Birləşdirin. Mis, OH və NO3. Mis, OH və NO3. Diqqətlə baxsaz, artıq siz analiz eləyə bilərsiniz ki, bu duzun hidrolizi artıq baş verdi və bu duzun hidrolizi baş verdiyi anda bizim necə bir duzumuz əmələ gəldi? Əsasi. Bu bizim birinci mərhələmizin molekulyar tənliyidir. Keçdik B-yə. Tam iyon tənliyində iyonlara ayıracam 2 NO3, 2 müsbət, üstə gələk su, alınır H müsbət, NO3 mənfi, mis OH müsbət, NO3 mənfi. NO3'lər getdi. Gəldi mənim C variantım, titim. Mis 2 müsbət, üstə gələk suya dəymirəm, H müsbət, mis OH müsbət. Baxın, mühitdə H iyonları qaldı. Mühit hidroliz elədi, mühit tuşdur və hidroliz kationa görə getdi. Lakmusun rəngi qızardı və bu duzun hidrolizindən necə bir duz yarandı? Əsasi duz. Hidroliz hər anında mərhələli prosesdir. Bu bizim birinci mərhələmizdir. Keçdik ikinci mərhələmizə. İkinci mərhələdə gördüyümüz duzu yenidən biz nə etməliyik? Hidroliz eləməliyik. Üstünə suyu gəldim və mən bunu açıq şəkildə yazıram. Mis OH müsbət, üstə gələk NO3 mənfi, üzərinə suyu yenə gəldim. Suyu gələn zaman yenə mühit tuşdu, uşaqlar suyu çıxardın və bu zaman zəif elektrolit yarandı və zəif elektrolitin yaranması artıq bizim dayanmağımız deməkdir. Və gəlin baxaq diqqətlə, hidroliz yenə necə prosesdir? Hidroliz bir-bir iyonlarını ayırıram. Mis OH müsbət, üzərinə gələk NO3 mənfi, suya dəymirəm, H müsbət, NO3 deməli mənfi, NO3 mənfi, mis OH2'ye dəymirik, çünki çöküntümüzdür. Deməli, NO3'lərimiz getdi. Mis OH müsbət, su, H, mis OH2. H iyonlarının qalması artıq məhlulun turş olması deməkdir. Və məhlulun turş olması artıq bizim lakmusumuzun kağızının rəngini qızardır. Hidrolizi qüvvətləndirmək üçün suyu əlavə eləmək lazımdır və ya temperatur artırmaq lazımdır. Bu hidrolizi zəiflətmək üçün isə mən ora turş əlavə edirəm. Onda tarazlıq sola yönəlir və hidroliz prosesi zəifləyir. Başqa bir misal üzərində sizə misal göstərə bilərik. Məsələn, alüminium dəmir xlor 3 üzərində. Dəmir xlor 3 iyonunda mühit turşdur. Gəlin baxaq. Deməli, üstünə su gəlirəm. Birinci mərhələni yazıram sizə. Deməli, 3 xlor, üstə gələk su. Mən bunu belə yazıram ki, sizə anlayışlı olsun. Bu zaman H xlorla çıxır. Üzərinə gələk
ferrum OH, xlor 2 yarandı. Bu bizim birinci mərhələmizdir. İndi mən bunlar hamısını iyonlarına ayırmağa çalışıram. Vəssalam. Xlor iyonları getdi. Məhulda qaldı dəmir 3 müsbət. Üstə gələk su H müsbət. Üstə gələk ferrum OH 2 müsbət. Hidroliz kationa görə getdi. H iyonları OH-dan çoxdur. Mühit tuşdur və kationa görə getdiyi açıq-aşkarda görünür. Və necə bir duz alındı? Əsasi duz. Bu mənim birinci mərhələm idi. Keçdim ikinci mərhələyə. İkinci mərhələdə ferrum OH xlor 2 duzu yenidən hidroliz edirəm. Deməli, H xlor yenə getdi. Üzərinə gələk ferrum OH-dan 2 dəfə xlorid alındı. Və iyonlarını ayırıram indi bunu. Alınır H müsbət, xlor mənfi, ferrum OH-dan 2 dəfə müsbət, xlor mənfi. Xlorlar getdi. Yerdə qaldı dəmir OH müsbət. OH. Suya dəmir yaxı biz üzürük sayın uşaqlar. Su etməməliydik. Su qalır. Su iyonlarına ayrılmır. Zəif elektrolitdir. Biz bunu bilirik. Üstə gələk su. H müsbət, ferrum OH 2, bu qədər müsbət. Hidroliz yenə kationa görə getdi. Kationa yox, mühit tuşdur və hidroliz yenə kationa görə getdi. Keçdi üçüncü mərhələmizə. Üçüncü mərhələni yazıram. Üçüncü mərhələ üzrü sayın uşaqlar üstdən yazmalıyacağım. Çatmadı yerimiz. Üçüncü mərhələ. Üçüncü mərhələdə aldığım bu duzu ferrum OH 2 xloru yenidən hidroliz eləyirəm ta zəif elektrolitin əmələ gələnə qədər. Bunu belə açıram ki, siz görə biləsiniz. H-dan xlor çıxdı. Üstə gələk. Yerdə qaldı ferrum OH 3 və mənim nəyim alındı? Çöküntüm. Bu mənim hidrolizimin birinci mərhələsi idi. İndi hamısını iyonlarına ayırıram. Çöküntüdən başqa və sudan başqa. Xlorlar getdi. Yerdə qaldı ferrum OH 2 müsbət. Üçüncü qısa iyon tənini yazıram. Gördünüz, hidroliz yenə kationa görə baş verdi və mühit tuşdur. H qaldı. Gördünüz, 3 mərhələ üçünü də yazdım. Bu bizim, burada su silinib, bu bizim birinci mərhələmizdir. Gördüyünüz kimi, bu bizim 2 müsbət, bu bizim ikinci mərhələmizdir. Gördüyünüz kimi, diqqətlə baxın uşaqlar, bu da bizim ən sonda zəif elektrolizin alınması ilə tamamlanan üçüncü mərhələmizdir. Deməli, duz nə zaman hidroliz eləyir? Bir tərəf zəif olduğu anda. Bəs elə hidroliz dönəm proses olduğundan alınan məhsullar reaksiya mühitindən çıxarılarsa, yəni suda həll olmayan əsas və tuş əmələ gələrsə, hidroliz axıra qədər gedər. Bir də deyirəm. Hidroliz dönəm proses olduğundan alınan
məhsullar reaksiya mühitindən çıxarılarsa, yəni suda həll olmayan əsas və turşu əmələ gələrsə, hidroliz axıra qədər gedər. Məsələn, alüminium 2S3 hər iki tərəfdə zəif olanları deyirəm. Üstə gələk su. Nə alın uşaqlar? Alüminium OH-dan 3 dəfə, hidroliz axıra qədər getdi. H2S, çöküntü və qaz əmsallaşdıraq çalışaq. 2, 3, 6. Bax belə və yaxud da xrom 2S3-ü misal göstərə bilərik. Xrom 2S3, üstə gələk su. Xrom OH-dan 3 dəfə, çöküntüdür. Üstə gələk yenə H2S, qaz 3, 2 və 6. Duzların hidrolizin miqdarını xarakterizə etmək üçün, bax bu qədər. Hər iki tərəfi qüvvətli olan duzlarımızı hidroliz eləmir. Duzların xarakterini müəyyən eləmək istəyiriksə, biz hidroliz dərəcəsini istifadə edirik. Hidroliz dərəcəsi hidrolizə uğramış molekulların sayının məhlulda həll olmuş molekulların ümumi sayına olan nisbətinə bərabərdir. Alfa H bərabərdir NH bölək NH-a və yaxud da vuraq 100% ifadə ilə müəyyən edirik. Hidrolizə təsir edən amillər hansılar oldu? Temperatur və qatılıq. Mən bunu sizə artıq izah elədim. Temperatur artıranda hidroliz niyə sağ tərəfə yönəlir? Ona görə ki, hidroliz qüvvətlənir və suyun parçalanması müşahidə olunur. Endotermik proses suyun dissosiasiyası artır. Qatılıq da ümumiyyətlə hidrolizi zəiflədir. Bu qədər uşaqlar. Mən elə güman edirəm ki, sizə bir köməyim dəydi. Birdən qabağınıza çıxar, bir də birini deyim. Amonium xlorid, mis xlorid mühit hansında turşdur? Mühit hər iki halda turşdur. Hansı duzun hidrolizindən əsasi duz alınır? Təbii ki, mis xlor 2-dən. Niyə? Çünki kationun valenti 2 valentlidir və əsasi duz verir. Amonium xlorid isə bizə əsasi duz verə bilməz. Və yaxud da qabağınıza çıxa bilər natrium NO2, bir də natrium 2SO3 hansı duz hidroliz edir? Hər iki duzda. Amma hansı duzun hidrolizindən deməli turş duz əmələ gəlir? Əlbəttə natrium 2SO3-ün, çünki əmələ gətirən anionun valentini müəyyən edirik. NO2-dən turş duz əmələ gəlmir. Bu qədər. Çox sağ olun uşaqlar.